Bugün Real Madrid'de prezident seçkiləri günüdür. Enrique Riquelme və Florentino Perez qarşıdurması var. Hazırda Perez böyük səs faizi ilə öndədir. Əgər Enrique Riquelme prezident olarsa, o zaman Vinicius Junior komandada qalmayacaq. O futbolçunu klubdan göndərmək istəyir. Yeri gəlmişkən Jose Mourinho Florentino Perez'dən 2 transfer istəyib. Ricardo Calafiori və Bernardo Silva. Fenerbahçe klubunda da bugün böyük gündür. Prezident seçkiləri var. Hakan Safi və Aziz Yıldırım üz-üzədir. Səs nəticəsinə görə Hakan Safi xeyli öndədir. Əgər Hakan Safi prezident olarsa, o zaman komandaya Mason Greenwood və Luis Suarez transfer olunacaq. Tam olaraq futbolçulara razılıq var. Başqa bir xəbər ondan ibarətdir ki, Hakan Çalhanoğlu da Fenerbahçe klubu ilə tam olaraq razılıq əldə edib. Əgər Hakan Safi komandaya prezident seçilərsə, o zaman bu futbolçularla müqavilə imzalanacaq. Beşiktaş Vangelis Pavlidis üçün Benfica'ya 20 milyon avroluq təklif göndərdi. Yeri gəlmişkən Beşiktaş Leandro Trossar'ı transfer etmək istəyir. Barcelona Atalanta klubunun futbolçusu Marco Palestra ilə maraqlanmağa başlayıb. Alexander Sørloth Juventusla tam olaraq razılıq əldə edib. Müqavilə 4 illik olmalıdır. Juventus Mik Menyanı əsas transfer hədəfi seçib.